Keçmişi sağlam olmayan adam gəlir qeyrətdən, namusdan danışır. Adam yanıb tökülür. Min hoqqadan çıxıb gəldi, axırı birinin ərini hoparladı, götürdü, uşaq doğdu. Oldu arvad, ailəli. Mən nə danışırsınız? Mən ailə, mənim yoldaşım, mənim uşağım. Arağı da, çaxırı da, şərabı da tutub əlində bakal içir. Mənə deyir, yaxavı bağla. Sən get bir öz həyatınla bağlı səhvlərini Mən üzə. təxmin edirəm bu xanım kimdir, adlamayacağım. Sənin ümumiyyətlə o qadından tuta bilmir. O qadın deyil, yox, o qadından... Müğənnidir. Müğənnidir. Müğənnidir, təkcə o Nazlı qadın deyil. Səfərinin ad günündə olan bütün müğənnilər siyasını mənə verin. Sonra başqa... Onu mən laboratoriyada yoxlayacağım. Hətta Arzu Qarabağlı belə dedi ki, mən çox pis oldum o səndən elə danışanda. Mən qız ara vermişəm, mənim qudam ən dərin dekoltemə, ən dərin razrezli libasıma yazır ki, ay Nüşabə, bugün nə gözəlsən. Siz mənə görə narahat olmayın. Mənim ailəm də, uşaqlarım da, mənim kürəkənim də, qudalarım da məni yaxşı tanıyır. Deyirlər, bunun kürəkəni ara baxır. Az kürəkən mənə nə deyə bilər? Kürəkən vermişəm qızımı, öz arvadına nəsə deyə bilər, ağalıq eləyə bilər. Kürəkən mənə böyüdüb, gətirib bu yerə çıxardı. Kürəkən öz arvadına, uşağına ağalıq eləyə bilər. Kürəkən yazıq mənə nə deyir ki, nə deyə bilər? Niyə desin ki? Kürəkən mənim qızımı alanda bilmirdi ki, müğənni qızı alır. YouTube'da baxıb görməyib ki, Nüşabə Musayevanın müğənni qızı alır deyə, bax, bu günləri ən aktual... Ezmişəm, valla vermişəm. Yazırlar, bunun kürəkəni hara baxır? Bu kürəkəni niyə niyəcək? Mən başa düşmürəm. Kürəkən öz... Kürəkən Nüşabəni almıyor, qızını alır. Valla öz ailəsinə baxa bilər. Kürəkən mənim uşağımın əxlaqını da, ədəbini də, qeyrətini də, o həmişə deyir ki, mən Elnarənin qeyrətini sevirəm, deyir. Mən onun namusunu sevirəm. Elnarəni biz bu boyda tanıyırıq, bu boyda. Qurban olum.